Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Bugün sizlərə Azərbaycanın ən gözəl bölgələrindən, ən gözəl rayonlarından biri olan Şamaxı rayonunun qabaqcıl şagirdlərindən birini təqdim edirik. Gözəl bala, adın soyadın nədir? Şərifullah Zəhra. Neçənci sinifdə oxuyursan? 4-də. Hansı müəllimləri çox sevirsən? Aləm müəllimi. Bəs hansı fənləri sevirsən? Azərbaycan dini riyaziyyat. Böyüyəndə kim olmaq istəyirsən? Müəllim. Nə müəllimi? İbtidai sinif müəllimi. İnşallah. Bəs sən bizə nə söz verə bilərsən? Gələcəkdə yaxşı oxuyub, yüksək balla universitetə qəbul olub müəllim olacaqsan? Bəli. Bizə söz verirsən? Bəli. İnşallah ki, biz də səni gəlib müəllim kimi işıqlandırarıq. Babamız, özünüzü təqdim edin, zəhmət olmasa. Mən Şamaxı Novcu kəndi sakiniyəm. Hacı Rəfail, bu kənddə yaşayıram. Nəvəmdir, qızımın qızıdır. Nəvənizə nə ürək sözləriniz, nə arzularınız var? Mənim bircə dənə arzum olur ki, həyatda sağlam olsunlar, savadlı olsunlar, cəmiyyət üçün faydalı olsunlar, dövlətimiz üçün, xalqımız üçün, kəndimiz üçün, rayonumuz üçün. Ümumiyyətlə, Azərbaycan üçün layiqli vətəndaş olmalarını arzulamışam həmişə. Bütün nəvələrimə də, elə nəvəm olanlara da, olmayanlara da mənim əsas arzum budur. İndi inşallah qarşısına məqsəd qoyub, özü də bilir, açıq şəkildə deyirəm, Novcu kənd tam orta məktəbin müəllim heyətdə bilir. Yəni sözüm həqiqət ki, oxumaları üçün hər cür şərait yaratmışam. Yəni tədris vasitələri ilə, kitabla, dəftərlə, paltarla davamiyyətə nəzarət edirəm. Bütün valideynlər izdasında iştirak edirəm. Çox gözəl. Biz də Çağdaş Təhsil komandası adından sizə öz təşəkkürümüzü bildiririk. Nəvənizin oxumağı üçün, gələcəkdə istəyinə, arzusuna çatıb sinif müəllimi olmağı üçün əlinizdən gələni edirsiniz. Və biz Çağdaş Təhsil komandası olaraq sizə ən gözəl arzularımızdan biri odur ki, bir neçə il sonra nəvənizi də yanınıza alıb, nəvəniz müəllim kimi fəaliyyət göstərsin. Siz də onu yanınıza alıb bu çəkilişimizi, bu kadrlarımızı izləyəsiniz. İnşallah Allah göstərər. Mənim nəvələrim şükür Allah orta məktəb qurtardıqcan hamısı ali təhsil alıb. Nəvəmin, ən böyük nəvəm hal-hazırda zabitdir. İkinci nəvəm bu il Baş Dövlət Universitetinə qəbul oldu. İndi yəni böyüdükcə şükür Allah hələ ki etimadımı doğruldurlar. Mənim də məqsədim onları ziyalı görməkdir. İnşallah. Biz də sizə onları ziyalı görməyə arzu edirik. Sağ olun, təşəkkür edirəm sizə də ki, xoş gəlmisiniz. Mənim üçün çox xoşdur təhsil sahəsində bax bu cür xeyirli işlərlə məşğul olan vətəndaşlarımıza, cəmiyyətlərə təşəkkürümü bildirirəm. Sağ olun, biz də sizə öz təşəkkürümüzü bildiririk.